Keçək Trampı isə deyir ki, təbii ki, paradı yola verin, keçirin, amma dəyərli izləyicilər, demək atəşkəs olmazsa əlavə sanksiyalar tətbiq edəcəyik deyib Tramp. Bəli, Ukraynada 30 günlük atəşkəs əldə olunmazsa, Amerika administrasiyası və tərəfdaşları sanksiyalar tətbiq edəcəkdir və Müsavat xəbər verir ki, Amerika prezidenti Donald Trump bu barədə Truth Social'da yazıb. O qeyd edib ki, Moskva və Kiyevlə danışıqlar davam edir. Onun sözlərinə görə Vaşinqton ideal olaraq 30 günlük qeyd-şərtsiz atəşkəsə çağırır. Trump məqbul atəşkəsə əməl olunacağına ümid etdiyini bildirib və Amerika lideri həmçinin ümid edir ki, hər iki tərəf bu birbaşa danışıqların müqəddəsliyinə hörmətlə yanaşdıqlarına görə məsuliyyət də daşıyacaqlar. Əgər atəşkəs rejiminə əməl olunmasa, Amerika və onun tərəfdaşları əlavə sanksiyalar tətbiq edəcəklər deyə Amerika prezidenti qeyd edib. O həmçinin bildirib ki, Amerika Avropa ilə birlikdə Rusiya və Ukrayna arasında sülhə gətirib çıxaracaq, davamlı atəşkəs əldə etməyə çalışacaq. Hər həftə Ukraynada minlərlə gənc hərbçi ölür və hər kəs bunun dayandırılmasını istəməlidir. Mən bunu istəyirəm. Amerika Birləşmiş Ştatları da bunu edir. Mən prezident kimi Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün Avropalılarla çalışacağam və bu davamlı sülh olacaq. Bu atəşkəs son nəticədə sülh sazişinə gətirib çıxarmalıdır. Mən lazım olarsa bunun üçün öz səylərimi dərhal təmin edirəm deyib açıqlamasında Donald Trump dəyərli izləyicilər. Yəni paraddan sonra Putinin 3 günlük atəşkəsindən sonra Trumpın da yeni addımları olacaq kimi görünür. Putin isə